Mənlərin mağazamıza bir müştəri gəldi. Əslində niyyəti gaming notebookunu təmizlətmək və termal pastasını dəyişdirmək idi. Nəticədə oldu ki, bizdən 5070 Ti ilə belə bir sistem blok əldə eləyəsi oldu. Deməli, prosesor olaraq biz i9 14900KF seçdik. Onu soyuda bilən belə bir liquid maye soyutmasıdır, temperaturu idarə olunan. Plata Gigabyte firmasından seçdik. Z790 Gaming DDR5 Wi-Fi dəstəkləyir. 32 GB operativ yaddaş quraşdırdıq. Maksimal sürət ala bilməyimiz üçün Samsung 990 Pro 1 TB M2 sürətli SSD. Videokarta 5070 Ti 16 GB 256 bit 3 fanlı və Zalmanın Gold sertifikatından qida bloku. 1000 wattlıq. Кейsin özü də Zalman кейsidir. Z10 Plus və belə bir кейsi deməli müştərimizə başa gəldi 5000 manata. Xeyirli olsun deyək. Arzusuna təbii ki kim varsa hər kəs gəlib iCom'dan arzusuna çata bilər.